Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar 30 noyabr 2025-ci il Respublika müsabiqəsi 6-cı siniflər üçün sınaq 1-in izahını verəcəm. Əvvəlcə onu deyim ki, şərhlər bölməsində lisey və gimnaziya qəbul edə biləcək sualların paylaşıldığı Telegram, WhatsApp və Instagram linkləri paylaşılıbdır. Onlara qoşulun. Bundan başqa ödənişli qruplarımız da var. Ödəniş qruplarımızda hər ay 15 sınaq paylaşılır və ikinci ödənişli qrupumuzun açılışıdır bu. Hər kəs qoşula bilər. Qoşulmaq çox sadədir. Sadəcə bu nömrədən yazaraq qoşulmağınızı deyirsiniz və biz sizi qrupa əlavə edirik və çox cüzi miqdarda ödəniş edirsiniz. Ödənişli sınaqlar qrupumuz üçün. Ödənişli sınaqlar qrupu 5, 6, 7-ci siniflər üçün, 4-cü siniflər üçündür, 4, 5, 6, 7-ci siniflər üçündür. 6-cı siniflər üçün həm monitoring, həm lisey və gimnaziyalara qəbul, həm də Respublika müsabiqəsi üçün, 5-ci siniflər üçün erkən liseyə hazırlıq və Lütfüzadə fən olimpiyadasına, kenquruya hazırlıq üçün, 4-cü siniflər üçün monitoring, 6-cı siniflər üçün həmçinin monitoring, 7-ci siniflər üçün də təkmilləşmə və Respublika müsabiqəsi hazırlayanlar üçün sınaqlar qrupu ayrı-ayrılıqda var. Çox cüzi miqdarda ödəniş edirsiniz və qatılırsınız. Onu deyim ki, bu ödənişli sınaqlar qrupumuz çox hazırlıq qruplarından üstündür. Şirkətlərə tövsiyə edirəm ki, qoşularaq uğur əldə edəsiniz. Bundan başqa hazırlıqlarımız da var. Hazırlıq üçün də 05 770 4836 nömrəsini yaza bilərsiniz. Özünə güvənən 6-cı sinif, 5-ci siniflər Respublika müsabiqəsinə və Lütfüzadə olimpiyadasına hazırlaşanlar, özünə güvənənlər gəlsin, endirim edəcəm onları. Yəni əvvəlcə yoxlayıram, endirim edirəm səviyyəsinə görə. Yəni özünə güvənənlər gəlsin, endirimli şəkildə birlikdə hazırlayaraq medal qazanmaq. İndi bundan başqa mütləq abunə olun. Sonra şərhlər bölməsində də iradlarınız varsa yazın. Bundan başqa bəyənin, paylaşın ki, sayımız 10-15 min olsun ki, biz Edubazı az təhsil platforması olaraq bütün fənlər üzrə kitab nəşrlərinin izahlarını paylaşmağı hədəfləmişik və bundan başqa bütün hazırlıqlar üzrə kitab video izahları paylaşılacaq. Bunun üçün ən az 10-15 min olmalı sayımız. Yəni hədəfimiz ölkənin bir nömrəli təhsil platforması olmaqdır. İndi keçirik izahlara. İzahımız birinci sualda deyir ki, verilmiş rəqəmlər istifadə edilərək 5-ə və 9-a tam bölünən rəqəmlər müxtəlif 4 rəqəm 2 naturalda düzəldir. Əldə olunan bu 2 ədədin fərqi ən çox necə olar? 2 ədədin fərqinin ən çox olması üçün yaradacağımız ədədin biri ən kiçik olmalı, bir də ən böyük olmalı ki, fərqimiz də daha çox olsun. İndi 4 rəqəmli ədəd deyir və müxtəlif rəqəmli deyir və deyir ki, həm 5 həm də 9-a bölünsün. Ən böyük yaratmaq üçün əvvəlcə 9 yazırıq bura, 8 yazırıq. Sona da ya 0 ya 5 yazırıq. 2 dənə ədəd yazırıq. 9, 8, axırı 5 olan və 0 olan. Çünki 5-ə bölünsün dediyi üçün axırın 0-ı 5 seçirik. Tutaq ki, bu 5-ə bölünür, axı 0-la. İndi bu rəqəmi təyin etmək lazımdır. 9-a bölünməsi üçün 0-dırsa 5-ə bölünür. 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. 9-dan 8-in cəmi 17-dir. 17-nin üzərinə gəlsək, 9-a bölünər 1 gəlsək. Bəs burada rəqəmlər cəmi çəkir. 9-dan 8, 17, üzərinə 5 gələndə edir 22. 22-nin üzərinə 5 gələndə 27-dir və 9-a bölünər ədəd əmələ gəlir. Gördüyümüz kimi bu şərtimizi pozur. Hansı şərti? Müxtəlif rəqəmlilik şərti. Deyir, müxtəlif rəqəmli. Müxtəlif 4 rəqəmli. Burada müxtəliflik yoxdur. Eyni rəqəm olduğu üçün bunu götürmürük. Ən böyük ədədimizi 9810 götürürük. İndi ən kiçik düzəltmək üçün 1, 0 yazırıq. Axıra da axırıncı rəqəm ya 5 yazırıq ya da 0 yaza bilərik. 0 yaza bilmərik. Niyə? Axırıncı rəqəm 0 yazsam bu 0 ilə bu 0 eyni olur. Yəni müxtəlif rəqəmlilik şərti pozulur. Onun üçün axırıncı rəqəmi 0 yazmıram, 5 yazıram. Axırı niyə 0-5 yazdıq? Yazırıq. Ən kiçik yaratmağa çalışırıq, böyük qırağa qoyduq. Çünki 5-ə bölünməsi üçün. 5-ə bölünən ədədlərin sonu ya 0 ya 5 olmalıdır.
İndi 0 yazmadım. 0 yazası olsam çünkü bu 0 bu 0. Burada bir daha yer qalıbdır ədədimiz üçün, rəqəmimiz üçün. Bunu da təyin edəcəyik. Bura 0 yazsam, bu 0 ilə bu 0 eyni rəqəm olduğu üçün müxtəlif rəqəmli şərti pozulur. Ona görə də axıra 0 yox, 5-ə bölünməsi üçün 5 yazıram. O zaman 1, 0 və 5. Cəmi yer 6. Üzərində 3 yazsaq 9-a bölünədən gələ bilər. Yəni 1035 ən kiçik yerlərimiz budur. Ən böyükdən ən kiçiyi çıxsaq, bizə elə ən böyük fərq verər. İndi burada 10-dan 5 çıxıram 5. Burada 0 qaldı. 1 götürdüm. 10-dan da 3 çıxsam 7. Burada 7 qalmışdı. 1-ni götürdük. 7-dən 0 çıxıram 7. 9-dan da 1 çıxıram 8. Cavabımız olur 8775, yəni C bəndi. İkinci suala baxırıq. Təlinlikdir. Təlinliyi həll edin deyir. Əvvəlcə bunun mötərizənin içərisində vururuq. 6 vurulsun 20 edir. Və yaxud da buradan çıxaq 9 var. Bunu bərabərliyin bu tərəfindən keçirsək plus 9 olacaq. Yəni 6 vurulsun 20 çıxılsın x bərabərdir. 90 üstə gəl bu 9 olacaq. Yəni 99. Bu çıxma 9'dur. Bərabərliyin bu tərəfindən keçirsək əksini dəyişik işarəsi. Üstə gəl 9. Orada 99. İndi 99'u biz 6'ya bölməliyik ki 20 çıx x'i tapa bilək. 20 çıx x'i bütöv bir dənə x kimi baxsaq, yəni 6'nı bu mötərizənin içərisində vurup 99 almışam. O zaman mən 99 6'ya bölərək 20 çıxılsın x'i taparam. 99 bölünsün 6. 99'u da 6'ya bölsək neçədir? 99 6'ya böləndə 16,5 edir. Yəni burada 20 çıx x bərabər 16,5 edir. Bunu birbaşa buradan yazıram. 16,5. İndi buradan x tapmaq üçün x'i keçirəcəm bərabərliyin bu tərəfindən. Olacaq müsbət 2x çıx x'dir. Olacaq müsbət x bərabərdir. 16,5'də keçirəm bu tərəfə. Müsbət də olacaq mənfi. Yəni əksini dəyişir bərabərliyin digər tərəfin içində. 20 çıxılsın 16,5 olacaq. 20'dən 16,5 çıxsaq yazaq 3,5 bərabərdir x'ə. Yəni x'imiz 3,5'dir. Cavabımız A variant. A'da yəni gördüyümüz kimi 3,5 yazdıq. Keçirik 3-cü suala. 3-cü sualda kəsirlərdir. Əvvəlcə deyək hesablayın. Burada sürət məxrəzdəki onluq kəsirlərdə vergülün sağındakı rəqəmlərin sayını eyniləşdirmək üçün burada bir dənə 0 qoyuram. Və bunu da 100'ə vursam vergüllər silinir. Surətdə qalır 18, məxrəcdə qalır 0,40, yəni 40 qalır. Üstə gəl. Burada vergülün sağlığını eyniləşdirirəm. 2 dənə rəqəm, 2 dənə rəqəm. Yəni buranı da 100'ə vursam vergül sağa sürüşəcək. Yəni yox olacaq. Vergülü silirik. Surətdə qaldı 24, məxrəcdə qaldı 50. Sonra keçirik növbətçisindən bura. Burada da vergülün sağında 2 rəqəm, burada 1 rəqəm. 0 qoyuram. Burada 2 rəqəm eyniləşdirirəm. Vergülləri silirəm, yəni 100'ə vuraraq. Surətdə qaldı 33, yəni 0,33, 33 deməkdir. Aşağıda 0,60, yəni 60 deməkdir. Sonra bunları ixtisar edə bilərik. Kiçilmək üçün bunları ixtisar etsək. Burada 2'ye bölsəm, burada 20 qaldı, burada 9. Bunların hər ikisini 2'ye bölsəm, burada qalacaq 12, burada qalacaq 25. Bunları da hər ikisini 3'e bölsəm, burada qalacaq 11, burada qalacaq 20. İndi alınlı kəsirlərimiz 20'də 9, üstə gəl 25'də 12, üstə gəl 20'də 11. Burada da sürət məxrəcləri eyniləşdirmək üçün buranı vuracam 5'ə, sürət məxrəcini. Bunu vuracam 4'ə, göylə vurum, bu bilinsin. Bunun sürət məxrəcini 5'ə vurdum ki 100 olsun. Bunu da vuracam 4'ə ki məxrəcimiz nə olsun 100 olsun. Eyniləşdir. Buranı 5'ə vurdum. 100 olması üçün eyniləşdirir məxrəci. Sonra toplayırıq. Alınacaq burada 20 vurulsun 5 də 9 vurulsun 5. Yəni %45 edir. Üstə gəl. Bu olacaq 25 vurulsun 4. %12 vurulsun 4 48. Üstə gəl digər 20 vur 5. Burası 11 vur 5 55. Məxrəclərimiz eynidir. Sürətləri toplaya bilərik.
45 ilə 55 toplasaq edir 100. Üstə gəl 48-ə 148 surətimizdə. Məxrəcdə də 100. Xəcət cavab nə ilə verib? Gördüyümüz kimi onluq hissəsində verib. %48 də çevirsək onluq hissəsə 1 tam %48 edir. Yəni bu da 1 tam %48. Belə yazılır. Cavabımız D variantı. Keçirik növbəti suala. Dördüncü suala. Şəkildə AC parçası BD parçasından kiçik və uzundur. BC 8 cm olar, 8 cm və AD 31 cm varsa CD parçasının uzunluğu neçə cm olar? AC BD parçasından kiçik və uzundur. AC yəni bura BD parçasından. BD parçamız da buradır. Buradan kiçik böyük yəni BD-ni mən x götürsəm, o zaman AC'de olacaq 2x. Yəni bizə deyir ki AD 31-dir. AD 31-dir. BC isə 8-dir. BC bura 8. AD deyir 31-dir. Yəni, ümumi uzunluq da 31-dir. Ümumi uzunluq haradan göstərim? Buradan belə çəkək. Ümumi uzunluq 31-dir. BC də bura balaca yer 8-dir. İndi bizə də nə deyir? O zaman baxın bura qırmızıdan göstərim. Bu bura 8-dirsə bu hissə. Burada ümumi x-dirsə. Bəs bura nə olacaq bura? Burada olacaq 8x-də, yox x-8. Çünki burası 8-dirsə ümumi x-dirsə. X-dən bu 8 çıxsın buraya da bura. Yəni x-8 yazıram bura. X çıxılsın 8. Yazdım. İndi buradakı ümumi uzunluq 31. Baxın, ümumi uzunluğu tapmaq üçün AD və AC oldu 2x. AC 2x-dir. Üstə gəl. CD də oldu 2x8. Yəni ümumi bu ikisi, yəni AC ilə CD elə bütöv AD deməkdir. Yəni 31 deməkdir. Ona görə x-8 düzənə gələrəm. Bərabər edirəm 31-ə. Yenə deyirəm. Buradan bura. Buraları silirəm yeri. Buradan bura. 2x. Burada x-8 oldu. İkisi birlikdə ümumi də AD deməkdir. Bura bütöv. Tamam. İndi toplayırıq. 2x-dən x-in cəmi 3x. Çıxılsın 8-dir. Bərabər çıxaq 8-i bu tərəfə keçirsək. Olacaq neçə? Plus 8. Yəni üstə gəl 31 üstə gəl 8 olacaq. 31 ilə də 8 toplasaq 39. Yəni 3x bərabərdir 39. X də bərabər 39 üstə bölsək 13-dir. X 13-dür. Bizdə nə deyir ki, CD neçə santimetrdir? CD-ni istəyir. X 13 tapdıq. Gedib yerini qoyuruq CD-nin yerinə. Burada CD də 13. Çıxın 8 olacaq. O da bərabər 5-ə. Yəni cavabımız 5. C bəndə olacaq. C də burada 5 yazıbdır, görünmür. İndi 5-ci sual. Bir məntəqədən 65 km/saat sürətlə hərəkət edən avtomobil 1 saat yol keçdikdən sonra həmin məntəqədən eyni istiqamətdə ikinci avtomobil hərəkəti başladı və 5 saatdan sonra birinci avtomobilə çatdı. İkinci avtomobilin sürətini tapın. Demək, bir məntəqədən 65 km sürətlə. Birinci avtomobil buradan çıxdı. Tutaq ki, bura kimi gəldi. Birinci avtomobil, bu birinci yazaq. Buradan bura 65 ilə gedib, bunun sürəti 65 yazaq. 65. İndi 1 saat yol gedib. Yəni buradan bura 1 saat yol gedib və 65 kilometr. Yəni 1 saat yol gedibsə 65 ilə 65-i 1-ə vursam 65 kilometr deməkdir. Yəni buradan bura qədər olan məsafə 65-dir. Biz bilirik ki, yol tapmaq üçün nə edirik? Sürəti zamana vururuq. Yəni 65 sürətli, zamanlı 1. 65 1-ə vursam 65 km gedir. Birinci sürət 65 ilə 65 km getdikdən sonra həmin məntəqədə eyni istiqamətdə ikinci avtomobil çıxır. Yəni ikinci avtomobil buradan çıxır. İkinci avtomobil bu istiqamətdə yola çıxır. Bunu da sürəti və birinci avtomobildə 5 saatdan sonra çatır. Deməli, bax bu birinci avtomobil 65 km yol gedib da, hələ ki. İndi
Birinci avtobusdan 65 gedir. Bundan sonra 5 saatte yol gedəcək. Çünki bu da ikinci avtomobil 5 saatdan sonra çatır da bu birinci avtomobilə. 5 saatdan sonra çatırsa, demək birinci avtomobil də bir 5 saat yol gedibdir da. O zaman 5 saat ərzində nə qədər yol gedər? 5-i 65-ə vuracam görək. 5 saat birinci avtomobil taş bura kimi gəlib. Birinci avtomobildir. Belə gəldi 5 saat ərzində də. O zaman ikinci avtomobil də buradan başlayır. Dur gəl. Birinci avtomobilə çatır yəni. Baxaq ki, ümumi uzunluq nə oldu? Bura 65 idi. Buradan burada yenə də 65 ilə gedibdir bizim bu birinci avtomobilimiz. Eyni sürətlə deyil, davam edir. Sonra həmin mənzərə eyni istiqamət ikinci avtomobil hərəkətə başladı. Birinci avtomobilə çatdı. Yəni yəni dayanmır. Eyni sürətlə hərəkət edir. İndi 65-i 5-ə vuram ki, 5 saat ərzində qədər yol gedib. 65 uzun 5 edir 325. Deməli buradan burada oldu 325 kilometr. Buradan burada 65 idi. 65 ilə 325 toplasaq, ümumi birinci maşının nə qədər yol getdiyini tapırıq. O deyir 390 kilometr. Deyir də, bəli, 390. Demək ki, ikinci avtomobildə 390 kilometr yol gedib. Və ikinci avtomobil neçə saat yol gedib? 5 saat. 5 saat sonra çatır. Çünki birincisi 1 saat 1 getmişdi, sonra 5 saat 1 getdi. Ümumi 6 saat yol gedib. İkinci avtomobil isə bu 1 saat getdikdən sonra birinci. Bundan sonra başlayıb 5 saat gedib. Yəni 5 saat ərzində ikinci avtomobildə 390 km yol gedib, birinciyə çatıbdır anlayırıq. Demək ki, biz 390-ı böləcəyik ikinci avtomobilin getdiyi zamana 5-ə ki, ikinci avtomobilin sürətinin nə olduğunu tapaq. 390-ı da 5-ə böləndə edir 78. Yəni ikinci avtomobilin sürəti 78-dir. Birincisi isə 65 idi. Cavab B bəndi. Keçək 6-cı sual. 6-cı sual deyir ki, 4 rəqəmli 98 A, B ədədi 15-ə qalıqsız bölünür. A-nın ola biləcəyi qiymətlərin cəmi neçədir? 15-ə qalıqsız bölünür. 15-ə bölünmə əlaməti budur ki, ədədimiz eyni zamanda həm 3 həm də 5-ə bölünməsi lazımdır. 5-ə bölünməsi üçün bu sonuncu B rəqəmi ya 0 ya 5 olacaq. Yəni ədədimiz 98A 0 və yaxud da 98A 5 olması lazımdır. İndi bu vəziyyətdə bax görək 3-ə bölünmə əlamətinə bax. Çünki hazırda bu ikisi də 5-ə bölünür. 5-ə bölünməsi üçün belə plus qoyuram hər ikisi üçün. 3-ə bölünməsi üçün də həm də 3-ə bölünməsi lazım bunların hər ikisi ki, hər ikisini belə plus qoymalıyam ki, deyim ki, həm 3 həm də 5-ə bölündüyü üçün 15-ə də bölünür deyə bildim. İndi 5-ə bölünür, 0 və 5 sonu. 3-ə bölünməsi üçün də bu hər iki ədədin rəqəmləri cəmi 3-ə bölünməlidir. İndi biz 9 ilə 8-in cəmini toplasaq edir 17. Üzərinə 0 gəlsək yenə 17 edir. 17-nin üzərinə nə gəlsək 3-ə bölünər. 1 gəlsək edir 18 3-ə bölünür. Sonra 4 gəlsək 21 edir. Yenə 3-ə bölünür. Sonra 7 gəlsək buradan 17 idi, üzərinə 7 24 edir. Yenə 3-ə bölünür. Bundan sonra uyğun deyil. Yəni A-nın B-nin, buradakı B-nin 0 qiymətində A 3 dənə qiymət aldı. 1, 4, 7. A aldı 1, 4 və 7 qiymətlər. İndi A-nın buradakı qiymətlərini tapaq. Çünki burada B-ni 5 vermişik. Görə B 5 olanda A hansı qiymətlə alır? Toplayırıq yenə də rəqəmlər cəmini. 17, 17-nin üzərinə 5 gəlsək edir 22. 22-nin üzərinə gözlüyün deməli 17 idi. 17 üzərinə 5 gəlirik. 22. 22-nin üzərinə 2 gəlsək edir 24. 3-ə bölünür. Sonra 5 gəlsə 22-nin üzərinə. Bu 9, 8 və 5-in cəmi 22 ədəddə. Üstə gəl A-nın yeni 2 qoyuram. Yəni 24 bölündü. 5 qoyuram. Yəni 3 artıracam da. 5 qoyuram 27 3-ə bölünür. Bir də 8 qoyuram 37 3-ə bölünür. Bundan sonra mümkün deyil. Yəni B-nin 5 qiymətində burada A aldı 2, 5 və 8 qiymətlər. A-nın alabiləcək qiymətlərin cəmi neçədir? Ümumi qiymətlərin cəmini tapmaq lazımdır. Burada 1, 4, 7 cəmi ələdi
5, 7, 12. Burada da 2, 5, 8 cəmlədi 15. 15 ilə 12-nin cəmi 27. Yəni ümumi hamısını ala bilirdə 1, 4, 7, 2, 5, 8 A-nın alacağı qiymətlərdir. Cəmdələrdə 27 cavabımız D variantı. Keçirik 7-ci suala. Bir stəkan çayın 75 qəpik olduğu bufetdə bir qrup şagirddən 5-nin pulu olmadığı üçün pulu olan şagirdlər hər biri 1 manat ödəyir. Qrupdakı hər şagird bir stəkan çay içdiyinə görə qrupda neçə şagird var? Deməli, bir stəkan çayın 75 qəpik olduğu bufetdə bir qrup şagirddən 5-nin pulu olmadığı üçün 5-nin pulu yoxdur. Normalda x qədər şagird var. 75 qəpiksə bizdən ən sonunda necə 1 manat verilir. 1 manatı qəpik çevirmək lazımdır. 1 manat 100 qəpik deməkdir. 75 olduğu kimi saxlayıram. Bax. Demək ki, x qədər uşaq varsa, şagird varsa qrupda. Demək ki, çay pulu 75 vurulsun, x qədər olacaq. İndi deyir ki, 5 dənə şagird yoxdur. O zaman 5 şagird yoxdursa, x sıx 5 yazıram. 5 şagird azalıbdır. Deyir, olmadığı üçün pulu olan şagirdlər hər bir 1 manat ödəyir. 5-nin pulu yoxdur. Yəni, pul olan şagirdlərin hər biri 1 manat ödəyir. Yəni, 1 manat da 100 qəpikdir. Yəni, x sıx 5 qədər adam da 100 manat pul ödəyir. Qrupda ki, hər şagird bir stəkan çay içdiyinə görə qrupda neçə şagird var? Yəni, buradakı 75 vur x ilə 100 vurursun x sıx 5 eyni qədər puldur. Niyə? Çünki x qədər şagird 75 qəpikdən verəcəkdirsə 75 vurursun 200 bizim ümumi çayın pulu edir. Əgər 5 nəfərin pulu yoxdursa, x qədər şagirddən 5-ini çıxıran qalır x sıx 5 qədər şagird. Bunlar da yenə də eyni qədər çay içirlər. Eyni qədər çayın qiyməti eyni olacaq da. Yəni, bu dəfə də 1 manat verdiklərinə görə 100 qəpik deməkdir. 100-ü vurdum x sıx 5-ə. Yəni, bu ifadələr bir-birinə bərabərdir. 100 vurulsun x sıx 5 ilə 75 vurulsun 200 eyni miqdarda pul deməkdir. İndi burada 100-ü vururam x-ə. Buradan mötərizəni vurub açıram da. X-ə vururam 100-200. Çıxılsın 100 vurulsun 5 edir 500. Bərabərdir 75 x-ə. Buradan 75 x-i bura keçirəm. 100 x olan tərəfə olacaq mənfi 75 x. Yəni 100 olduğu kimi qalır. Çıxılsın 75 200. Müsbət idi. Keçirdim bərabərin digər tərəfi nə oldu? Mənfi bərabərdir. Mənfi 500-ü keçirdim. Bərabərin bir tərəfi nə olacaq? Müsbət 500. Yəni hər bir ifadə və ədədlər bərabərliyin digər tərəfinə keçəndə işarəsini dəyişərək keçir. 100x-dən 75x-i çıxsam, eləcək neçə? 25x bərabərdir 500. X-də tapmaq üçün 500-ü bölürəm 25-ə, o da 20. X-də bizim şagirdlərin sayı idi. Demək ki, 20 dənə şagird varmış qrupda. Cavab A bəndi. Keçirik 8-ci suala. A, B, C naturallərdir. Burada yazıb ki, A bölünsün 4. Burada yazıb 9 bölünsün B. Bərabər C-yə. Olarsa B bölünsün A üstəgəl C ifadəsinin qiymətini tapın. Gördüyümüz kimi bu ifadələrin hamısı birbirine bərabər olduğu üçün bax bu 4-dür məxrəci. Bunun sürəti 9-dur. Demək ki, bunun sürətini 9 yazsam, məsəl üçün. Və bu məxrəcini 4 yazsam, 4-də 9 bərabər 4-də 9 alınır. O zaman C-nin özü də 4-də 9 olar. Demək, A 9-dur. A-ya yazdım 9. 2 burada 4-də 9 olsun, bu belə olur. 4-də 9 bərabər 4-də 9 bərabər 4-də 9 olmuş o. İndi buradakı məxrəcimiz var idi. Sürətimiz A-dır. A olacaq 9. A bərabər 9 yazıram. Sonra buradan gördüyümüz kimi burada sürət 9 var. Amma məxrəcində B idi. B-yə 4 verdim ki, eyni olsun. Demək, bu B nədir? 4-dür. B-yə 4 verdik. Burada C-nin özü də 4-də 9 olmalı. Çünki hamısı birbirine bərabərdirsə, deməli, A-nın özü yox idi burada. Surəti, yəni bu kəsir var, 4-də 9 deməkdir. Sadəcə A yox idi deyə surətdəki. 9 kötdük, B yox idi, 4 kötdük. C isə elə özü 4-də 9-dur. Yəni nə 4-də o, nə 9. 4-də 9-dur.
Yazıram. C ilə bərabərdir 4-də 9. Yerinə yazırıq. B vurulsun, yəni 4 vurulsun. A-nın yerinə 9 yazırıq. Çünki A burada 9-dur. Üstə gəl C də 4-də 9-dur. 4-də 9-la 9 da olacaq, eləcək 9 tam 4-də 9. Burada 4. 4-ü də vuracam. 9 tam 4-də 9-a. Buradan düzgün olmayan kəsir çevirmək lazımdır bunu. Yəni 4 vurulsun. Bu 4'ü 9'a vuramayı 36 üzerine 9 gəlsəm eləcək 45. Yəni 4'də 45. 4'də 45 edir. Bəli, elədir daha. Hə, elədir. İndi burada vururuq. 4 ilə 4 ixtisar gedir. Burada 1, burada 1 qaldı. Cavabımız 45 edəcək. Cavabımız 45, yəni B bəndi olur. Keçək 9-cu suala. 9-cu sualda əvvəlcə bölmələri yerinə yetirməmiz lazım və vurmanı aşağıda bölməyi yerinə yetiririk. İndi 4'də 1'i 3'ə bölürəm. 4'də 1 bölünsün 3. 3'də elə 1'də 3 deməkdir. Yəni burada 3'ün əvəzində 1'də 3 yazıram. Elə 3 bölünsün 1 elə 3 deməkdir. Daha. Buradan 4'də 1'i vururam 1'də 3'ün tərsinə. Yəni 3'də 1'ə. Buraya yazır 12'də 1. Deməli bu mötərizəmiz deyəndə yəni bu ifadəmiz 4'də 1 bölünsün 3. O oldu 12'də 1. Şimdi buranı silirəm, belə yazıram ki 8'də 1, yəni bu çıxılsın bunun qiyməti. Yəni bunun qiymətini tapmışdıq. Geri qaydım. Unuttum qiymətini. 12'də 1 tapmışdım hə. Sizə 12'də 1. 12'də 1 tapdıq buranı. Bu da 8'də 1 çıxılsın 12'də 1. Yəni durub buradan bunu çıxmaq olmaz 8'də 1-dən 4'də 1. Əvvəlcə vururuq. 8'də 1-dən bu hasilə çıxırıq. Sonra üstə gəl bura. 6'da 1 vursun 5. 6'da 1 də 5'ə vursaq, bu 5, 1 də 5 deməkdir. 6'dan 1'ə vursan 6, 1 də bu 5'ə vursan 5 surətə aiddir. Yəni 6, 5 edir. İndi bunları toplayıb çıxaq. Hər birinin məxrəcini 24 edəcəm. Bunu 3'ə vuracam surət məxrəcini. Çünki hər biri 24'ün bölənidir. Həmçisi 24 idi. Bunu 2'ye vuracam surət məxrəcini. Bunu da surət məxrəcini 4'ə vuracam. Bərabərdir. Bu olacaq 24'də 3. Çıxılsın. Bu olacaq 24'də 2. Üstə gəl 24'də 20. İndi bu 3'dən bu 2'nin çıxsam edir 1. Üzərinə 20 gəlsəm eləcək 21. Yəni bərabərdir 24'də 21. Bunları da ixtisar etsək. İxtisar edirik. 24 ilə 21 hər ikisi 3'ə bölünür. Burada 8'də 7 qaldı. Yəni bizim bu kəsirimizin surəti, bu xətt, kəsir xəttidir. Bu surətimiz oldu 8'də 7. Yazıram. Bərabərdir. Surətində 8'də 7. İndi keçirik məxrəcini hesablamağa. Əvvəlcə 3'də 1'i 2'də 1'i böləcəm. 3'dən 3'də 1'i də düzgün olmayan kəsir çevirsək 3'ə vurub üzərinə 1 gəlsəm 3'də 10. 3'də 10 bölünsün 2'də 1. Bu da tərs çevirib vururuq. Yəni 1'də 2'yə vururuq. Tərsini çevirib 1'də 2'yə vursaq eləcək 3'də 20. 3'də 20'dən də 2'ni çıxmaq lazımdır. 3'də 20 neçə tam deməkdir? Bərabərdir 6 tam 3'də 2 deməkdir. Çıxırıq bu 2'ni. 2'ni çıxsaq eləcək 4 tam 3'də 2. 4 tam 3'də 2. Deməli məxrəcimizdə oldu 4 tam 3'də 2. Bu da bərabərdir. Surət bölünsün məxrəc deməkdir. Yəni 8'də 7 bölünsün 4 tam 3'də 2. 4 tam 3'də 2'ni düzgün olmayan kəsir çevirsək 3'ü 4'ə vururam 12 edir. Üzərinə 2 yazıram 14. Yəni 3'də 14 deməkdir. Bunu silirəm 3'də 14 yazıram. 3'də 14. Burada da bölmə olduğu üçün 8'də 7'ni vuracam 14'də 3'ə. Çünki tərsini çevirib vururuq. Burada da gördüyümüz kimi bu 7 ilə bu 14 ixtisar gedir. Burada 2 qaldı. Burada 1. İndi 2'ni 8'ə vursam eləcək 16. Surətdə də qaldı 3. Yəni cavabımız 16'da 3. D variantı olur. Keçirik 17-ci suala. 17-ci
yox, 10-cu suala, hələ 10-cu sualayıq. 2,6 ədədi 4 ədədinin neçə faizlidir? Yəni 2,6 baxıq gördün 4-ün hansı hissəsidir? 4-ün 2,6 hissəsi. 4-də 2,6, yəni 2,6 ədədi 4 ədədinin neçə faizlidir tapmaq üçün 2,6-nı 4-ə bölüb 100-ə vururuq 100%. Və ya tənasib qura bilərsiniz. 2, 4 100%dirsə 2,6 x faizdir. 4-ün özüdür. Çünki 2,6 4-ün neçə faizdir? 4 4-ün 100%dir, yəni 4-ün özü 100%. 2,6 da x faizdir. Burada da çarpaz vura bilərsiniz. Bu cür edə bilərsiniz. Yəni 2,6-nı 100-ə vurursunuz. Bərabər 4-də x-ə vurursunuz. 4 x-ə vurursunuz 4x. Burada da eyni şeydir. Baxın 2,6-nı 100-ə vursam eləyəcək 260. Yəni burada bərabər 4x. X-də tapmaq üçün 260-ı böləcəm 4-ə. 260-da 4-ə böləndə eləyəcək x bərabərdir 65. X 65-dir. Elə 65% D variantı. 11-ci suala baxıq. 9-da 4-ü boş olan çənin 5-də 2-si istifadə olunduqdan sonra çəni tam doldurmaq üçün 60 litr su lazım oldu. Çən neçə litr su tutur? 9-da 4-ü boş olan çənin 5-də 2-si istifadə olunduqdan sonra 9-da 4-ü boşdursa demək ki 9-da 5-i bu doldu. Elə deyil. 9-da 5-i 4-ü boşdursa 9-da 5-i doldu. Bunu tapdıq. Bundan sonra deyil, yəni 9-da 5-i dolularkən bu 9-da 5 hissəsi dolu olan çənin 5-də 2-si istifadə olunur. Yəni 9-da 5-in biz 5-də 2-sini axtaracaq ki, neçə istifadə etdik axı. 9-da 5 hissəsi doludur. Həmin bu 9-da 5 hissə doluluğumun 5-də 2-sini tapmaq üçün 5-də 2-yə vuracam. Bu 5 ilə 5 xısacaya burada 1 qaldı. Bu da qalır 9-da 2. Yəni 9-da 2-si istifadə olundu. Deyil. Sonra çənin tam dolmaq üçün 60 litr su lazımdır. Yəni mən 9-da 5 hissədən 5-də 2-sini, yəni tapdım, 9-da 2-sini istifadə etdik. O zaman mən 9-da 5-dən 9-da 2-ni çıxmayayım görə neçə litr su qaldı? Yəni hansı hissə qədər su qaldı? 9-da 3 hissə qədər. Həmin 9-da 3 hissə qədər suyun üzərinə 60 litr su əlavə deyək çəni tam doldurmaq üçün 60 litr su lazımdır. Yəni hal-hazırda 9-da 5-in 5-də 2-sini istifadə etdik. Yəni 5-də 2-si 9-da 2 oldu. 9-da 2-ni çıxdım, 9-da 3 qaldı. Yəni 9-da 3-ü doldu. Həmin bu 9-da 3-ün də tam dolması üçün üzərinə deyək 60 gəlir. O zaman bu edib 9-da 9 2. Tam dolubdur. Buraları silirəm, beynimiz qarışmasın. 9-da 3 hissəmin doludur. Üzərinə 60 gəlir deyək. Tam dolur 9-9 olur yəni. Bizə 9-9-dan bu 9-da 3-ü çıxırıq. 9-da 9, 2 çıxırsın 9-da 3. X bərabər nəyə? 60 litrə. İndi 9-da 9-dan 9-da çıxanda 9-da 6 qalır. Bərabər 60. Buradan da x tapmaq üçün 60-ı bölürük 9-da 6-ya. Buradan da 60-ı vururuq 6-da 9-a. Yəni 9-da 6-nın tərsinə. Buradan da 60 ilə 6 xısa gedir. Burada 1, burada 10 qaldı. 10-da 9-a vursam 90. Demək ki, çən 90 litr su tutur. Çən neçə litr su tutur? 90 litr tapdıq. Cavab C bəndi. 12-ci suala baxırıq. 12-cidə deyir ki, bir fabrikdə qadınlar kişilərin sayının 5-də 2-si qədər azdır. Bu fabrikdə 144 nəfər işçi yazıb varsa, bunlardan neçəsi qadındır. Demək, qadınlar kişilərin sayının 5-də 2-si qədər azdır. Kişilərin sayının 5-də 2-si qədər azdır. Yəni, kişilər x-dirsə, qadınlar kişilərin, yəni bu kişi olsa kişilər x-dirsə, qadınlar da bu x-dən deyir. Kişilərin 5-də 2-si qədər azdır. Yəni, qadınlar da olacaq, qadın yazım, kişilərin 5-də 2-si qədər az.
Demek kişiler x'tir. Qadınlar da bu x'ten bu kişilerin 5'te 2'si kadar azdır. Yani x'ten 5'te 2'si çıxmam lazım. Bu x'te de 5'te 5 x deməkdir. Çünki 1 2 bu məxrəc 5 olduğu üçün 5'te 5 x olmalıdır. 5'te 5 x'ten de 5'te 2 x'i çıxsam qalacaq 5'te 3 x. Yəni qadınlar olacaq 5'te 3 x. Bunu silirəm buraları. Yazıram qadınlar üçün 5'te 3 x. Bunu tapdıq. İndi deyir ki, bu fabrikdə 144 nömrə işçi var. O zaman kişilər x qədərdir, qadınlar da 5'te 3 x qədər tapdıq. Bunların cəmi ümumi 144 nəfərdir. İndi 1 x-ilə 5'te 3 x'i toplasam, eləcək 1 tam 5'te 3 x bərabər 144. Buradan da düz yola kəsə çeviririk. Yəni x tapmaq üçün əvvəlcə 144'ü böləcək 1 tam 5'te 3'ə. Buradan da bərabər 144 bölünsün. Bu 1 tam 5'te 3 düz yola kəsə çevirsək, 5'i 1'ə vururam edir 5. Üzərinə də 3 gəlirəm edir 8. Yəni 5'te 8. Buradan da 144'ü vururam. Böldüğümüz üçün vururuq 5'te 8'in tərsinə, yəni 8'de 5'ə. Burada da 144 ilə 8 hər ikisi birbaşa 8 ixtisar edir. Burada qalır neçə? 16, burada 1. 16'nı 5'e vursam eləcək 80. X'imiz 80 oldu. Bizə nə istəyir? İşte var, bunların neçəsi qadındır. Bu x'i kişi idi. X'de biz 80 tapdıq. 80 nəsə kişidir deməli. Yazıram x'e 80. Kişilərimiz 80 oldu. Və buraları silirəm birbaşa. Bunlar 80 olursa, üstə gəl qadınlarda bilinmir, sual işarəsidir. 144'dən də 80'a çıxsa belə qadınların sayını 64 taparım. 64 nəfərə qadın var deməli. Elə də. Burada nəyəsə səfədir. Bölünə səfədir. Gözüm yenə. Hə, üzrü sayın burada. Səhvimiz nə idi? 144'dən 8 çıxsayı. Bura 16 yazmır. 16 yox. 18 edir. 18'de 5'e vuranı 90 edir. Yəni kişilər 90 nəfərdir. Kişilər 90'dırsa bura 80 yox. 90 yazıram. Bölməni səhv etmişik. O zaman 144'ten de bu kişilərin sayını 90'a çıxsam, qadınları 54 taparam. Cavabımız A variantı. Keçirik növbəti sual 13-cü suala. 13'də deyir ki, A bölünsün B, 4 bölünsün 5'ə. Burada B bölünsün 3, bərabər C bölünsün 5'ə. Və A plus B çıxıcı bərabər 22 olarsa, A bərabərli sual verib. Gördüyümüz kimi burada hər iki tənasübdə B var yəni. B. Ona görə mən A-nı da B-nə ifadə edəcəm. C-ni də B-nə ifadə edəcəm. Getirib burada A-nın və C-nin yerinə B ilə ifadə olunmuş ifadələrini yazacağım. Yəni necə baxaq? Baxın burada A bölünsün B, yəni orta hədlərin hansı, kənar hədlərin hansı bərabərdir tənasübün qaydasına görə. Yəni 5 dənə A bərabər 4 dənə B-yə. Buradan da mən A-nı tapsam, A-nı B-nə ifadə edirəm. O zaman 4B bölünsün 5 olacaq. Kəsir xəttindən bölünəm. 4B bölünsün 5. Bu da yiyir 0,8 B. Deməli A 0,8 B'dir. A 0,8 B'dir. A'nın yerini bura 0,8 B yazacağım. Yazdıq. Bunu da qeyd edərək A bərabər 0,8 B'yə. İndi burada da buradan da tənasibi şərtinə görə kənar həddin hansı, orta həddin hansıdır? Yəni 3'ü C'yə vursam 3C bərabərdir 5 vursun B'yə. Buradan da C'ni tapsaq C bərabərdir 5B bölünsün 3'dür. Yəni 3'də 5B. C'nin yerinə 3'də 5B yazsam. C'ni də buranı qeyd edərək yazıram. Buranı silirik. Burada A'nın yerinə 0,8B, B'nin yerinə də B yazacaq. C'nin də yerinə çıxılsın 3'də 5B. Bərabər 22.
İndi burada biz 0.8 ilə 1B-ni toplasaq, eyəcək 1,8B. Bax, bu ikisi 1-də 1,18B-dir. Çıxılsın 3-də 5B. 3-də 5B-də də 1,3-də 2B deməkdir. Bərabər 22-yə. Buradan biz bunu 6-yə çevirək ki, çıxa bilər. Yəni bu 1,8B-dir. Çıxılsın 1,3-də 2B bərabər 22. İndi buradan ne edəcək? Ortaq məxrəc gətirəcək. Hər ikisini bunu 3-ə vuracağım. Məxrəcini ki 30 olsun. Məxrəci bunu da 10-a vuracağım. Olacaq birinci 1,30'da bu. 8 3'ə vursam 24B. Çıxılsın burada olacaq. 10 yazmışım da, yəni 2 vur 10. Məxrəcimiz 30. Yəni 1,30'da 2'den 10'a vursam 20 edəcək. B. Bərabərdir 22'ye. İndi burada 1 tamdan 1 tam çıxırıq 0 tam edir. 24'dən də 20 çıxsam 4 edir. Yəni 30'da 4. B bərabər 22'ye. Buradan da B'ni tapmaq üçün 22'ni bölməliyik 30'da 4'ə. Buradan da 22'ni vuracağım 4'də 30'a. Buradan da bu 4'ün 22 xısacıdır. Burada 11 qaldı. Burada 2. Bu 2 ilə də 30 xısacıdır. Burada qaldı 15. Burada 1. Yəni sonuçta 11 vurulsun 15 tapacaq. Bu da 165. Yəni B'miz oldu bərabər 165. B'ni 165 tapdıq. Bizdən nə istəyir? A'nı istəyirdi. A'nı tapmışdıq ki, burada qeyd aparmışdıq. 0,8B. Yəni A bərabərdir 0,8 vurulsun. B'ni tapdıq 165 gördüyümüz kimi. B'nin də əvəzinə burada 165 yazacağım. Yəni B'nin əvəzinə burada vurmalıdır. 0,8 vurulsun 165. 0,8 165'e vurup cevabı tapacaq. 6 halda vurursunuz, cevabı tapacaq. Burası olacaq 132 edəcək. Yəni A da olacaq 132. Yəni A variantı. Keçirik 14-cü sola. Burada 4'də x'də 1, 3y-də 2, 8z-də 3 birbirine bərabərdir. X, y nisbətlərini tapın. Burada nə edəcək? Hər bir məxrəcimizdəki ədədləri buradan islah etməyə çalışacaq. Yəni 4'ün, 3'ün və 8'in əkobu nədir? Yəni hər birinin bölündüyü ədəd hansıdır? Hər birinin böldüyü ədəd ən kiçik 24. Mən hər bir bunların hamısı bir-birinə bərabər olduğu üçün hamısını 24'ə vuracağım. Bax, yazıram 4'də x biri vuram 24. Hamısını 24'ə vuracağım. 24'ə vursam, yəni hamısını vurduğumuzda heç nə dəyişmir. 24'ə vursam bu ixtisarcıdır. Burada 6, burada 1. O zaman bu olacaq x'də 6. Sonra birincisi olacaq x'də 6. Buranı silirəm. 24'ə vurdum. Alında x'də 6 bərabərdir. İkincini 3y-də 2'ni 3, y-də 2'ni də yenə 24'ə vuracağım. Burada 3'ünə 24 ixtisar gedir. Burada 8 qaldı. Burada 1. 2'ni 8'ə vursam 16. 16. Məxrəcdə y qaldı. Y-də 16. Bu olacaq y-də 16. Sonra keçirəm yəni məxrəcdəki ədədlərdən qurtarıram da bizim bu kəsirlərimizi. Bu 108 z-də 3'ü də 24'ə vursam, bu da ixtisar gedir. Məxrəcimiz qurtulur yəni bu 8'dən. Burada 3 qaldı, burada 1. 3'ü də 3'ə vursam bərabərdir 9. Məxrəcdə z qaldı. Bərabərdir z-də 9. Burada gördüyümüz kimi hamısı bərabər olduğu üçün mən burada hamısını 1 kimi düşünsəm, hamısını 1 kimi. O zaman x'ə də 6 verəcəm ki 6 bölü 6 1 olsun. 16 bölünsün 16 1 olsun burada. Z'in də yerine 9 qoyacağım ki 9 bölünsün 9 1 olsun. Yəni x 6'dır, y 16'dır, z də 9. Bunların bir-birinin nisbətini istəyir. X böl, y böl, z.
Olacaq 6 bölü 16 bölünsün 9, yəni cavab A bəndi. Keçək 15-ci suala. 15-də deyir ki, x belədir, y belədir. O zaman bu ifadəni tapın. İndi əvvəlcə biz sürətdə y çıx x yazıram. Y-imiz 1 tam 1988, çıxılsın bu da 0 tam 1012'dir. Məxrəcdə isə 1 tam 1988 üstə gəl 0 tam 1012'nin mötərizə kvadratıdır cəminin. Əvvəlcə toplayıb kvadratı yüksəltəcəm. Alt toplayıram. 1 tam 1988 üstə gəl 0 tam 1012 toplasaq, bu da 8-dən 2-nin cəmi 10 edir. Bir yadda 8-dən 1-in cəmi 9, bir yadda 10, yenə bir yadda 9-dan 1 yaddan toplasaq 10, yenə bir yadda vergül qoyuruq. Vergül gəlir çünki bu 1-dən o 1 yaddan toplasaq 2. Vergülün sağındakı bu sıfırların heç mənası yoxdur. Silirik. Cavab oldu 2 məxrəcimizdir deməli. Deməli bu məxrəcimiz oldu 2. Bərabərdir, buradan yazıram. 2. Surətdə də çıxıram. Verilmiş ədədləri çıxır. Bundan bunu çıxsaq, 8-dən 2-ni çıxsam 6, 8-dən 1-i çıxsam 7, 9-dan 0 çıxsam 9, vergülü qoyuruq. 1-dən də 0 çıxsam 1. 1 tam 1976. 1 tam 1976'nı da böləcək 2'yə. Yəni 1976'nı 2'yə bölsək, bölürük burada 1976'nı 2'yə bölək, sonra vergülünü qoyarıq. 2'yə bölsək, burada qaldı 9, çıxıram 18'i, 1, 7, 8 qaldı, 16'nı çıxıram. Burada 1, 6'nı düşürəm 8. Yəni 0 tam 1988 olacaq. Cavabımız 0 tam 1988. Yox, burada 4'e bölüyor. Burada 2 oldu. Bunu unuttuk bak. Buranın kvadratını yükseltmedik. Yani 2'nin kvadratını yazırıq. 2'nin kvadratı 4. Yani 4'e bölürəm. 2'ye yok. Burada 4'e yok. 2'ye bölme. 2'ye yok, 4'e bölmeliydik. Üzrü sayın. 4'e bölsək. O zaman burada 4 kişi çıxırıq 16'nı, qaldı 3, 7, 37'nin içinin 4, 9 dəfədir. Çıxıram 36'nı, burada qaldı 1, 6, 4, 494. Cavabımız yəni 0 tam 1494 oldu. C bəndi. Sonra keçək 16-cı suala. 1-dən 50'ye qədər olan natural ədədlər şəkil 1-dəki kimi düzülmüşdür. Daha sonra bu ədədlərdən bəziləri müəyyən qaydaya əsasən şəkil 2-dəki kimi seçilib yazılır. Şəkil 2-də əvvəldən 14-cü və 15-ci ayları yazılan ədədlərin cəmlisi sadə böləni var. Əvvəldən 14-cü və 15-cinin istəyir. Burada gördüyümüz kimi bu ədədlər bir-bir artır. 1, 2, 3, 4, 5, 6, 8, 9, 11 nəsə 50'ye kimi sırayla gedib. İkinci şəkildə isə belə bir qanuna uyğunluq var. Bax, bunun üzərinə 3 gəlib əvvəlcə. Sonra 2 gəlib, 6 alıb, bu 6'dır. 4'dür. Sonra üzərinə 2 gəlib, 8 alıb. Sonra üzərinə 1 gəlib, 9 alıb. Yəni qanuna uyğunluq budur. 3 gəlib, 2 gəlib, 2 gəlib, 1 gəlib. Bundan sonra da eyni qayda ilə gedəcək. Yenə də sırayla 3 gələcək. Ardıcıl getməlidir, yəni qanuna uyğunluq. Belə. Eyni qayda hanı gedir? 3 gələcək, 9 üzərinə 10 gəlir. Üzərinə növbəti və 2 gələcək, burada kimi. 2 gəlir, 14, yenə də 2 gələcək, 16. Bundan sonra bu 50'ye kimi, şimdi 50 yoxdur, burada ən sonunda 50'dir. Sonra ən sonunda yenə 1 gəlir. 1 gəlir burada. 17. Bura 17 yazıram. 3, 2, 2, 1. Bizə 14-cünü istəyir. Hələ ki, bura 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənəsi getdi. Burada 9-cu da deyildi. İndi 10, 11, altdan belə gedək də. Bura 17'də bitdi, 9-cu. İndi bura
10, 11 sırayla yazın. 11-ci, yox. 10-cu ədəd, 11-ci ədəd, 12, 13, 14 və 15-ci ədədlər lazım bizə. İndi 9-cu ədəd 17-dir. Bunun üzərinə 1 gəldi. İndi yenə də burada sırayla 3 gələcək. Yəni 17-nin üzərinə 3 gələcək. 10-cu ədəd tapacaq. 17 üzərinə 3 eləcək 20. Bu oldu 20. 20-nin üzərinə buranı kəsim götürüm. Qalınma uyğunluğu. Hansı daha cari yola yazaq bu. Hə. Sırayla gedirik. Əvvəlcə burada 17-nin üzərinə 9-cu ədəd 17 idi. Üzərinə 3 gəlib 10-cu ədədi 20 tapdıq. Çünki 1-dən sonra 3 gəldik daha. Bitdi. Ən başa keçəcək 3-ə. İndi 3-ü gəldik. 3 getdi. Keçik. Bu biraz sürüşdə 3-ü gəldi. Bunu kəsim, biraz burada sürüşdüm. Yəni 3 gəlmişik bura. Üzərinə 2 gələcək. Sonra yəni 2 gəlir. Nəsə 20-nin üzərinə 2 gəlirik. 11-ci ədədi 22 tapırıq. 22-nin üzərinə yenə 2 gəlib 24 tapırıq. 24-ün üzərinə 1 gəlib 13-cü ədədi 25 tapırıq. Bundan sonra yenə də bu 3-ü gələcək 25-in üzərinə. 14-cü ədədi 28 tapacağıq. Sonra üzərinə 2 gəlib 30 tapacağıq 30-cu ədədi. Bizə 14-cü və 15-ci ədədin cəminin sadə bölənlərini istəyir. 14-cü və 15-ci ədədlərimiz 30 və 28-dir. Cəm edir 58 cəminin sadə bölənlərini istəyir. Silirik. 58-ci sadə bölənlərini axtaracaq. 58 də sadə bölənləri elə sadə bölənlərəcək. 2 bölünür 29 qalır. 29-da 29-a bölür 1. Yəni 2 dənə sadə bölən var. 2 və 29. Yəni cavab B 2-dir. Yəni bura 2 yazılır. Cavab B bəndidir. 2. Keçirik 17-ci suala. Müəllim şagirdlərdən 25-də 17 kəsirin 10-luq kəsir çevirmələrini istəyir. Şagirdlərdən biri bu kəsiri 10-luq kəsirə çevrildikdən sonra 10-da birlər və 100-də birlər mərtəbəsindəki rəqəmlərin yerlərini bir-bir ilə dəyişdirib yeni bir 10-luq kəsir yazır. Aşağıdakılardan hansı şagirdin yazdığı ədədə bərabərdir? İndi əvvəlcə 17-ni 25-ə bölək görək hansı 10-luq kəsir alınır. Bunu tapaq. 17-ni bölür 25-ə. 17-nin içərisində 25 olmadığı üçün 0 yazıram. Kəsir xəttini qoyuruq və 0 yazıram. 170-i də 25-ə bölürük. 6 dəfə yerləşir. Yəni buradan 150-yə çıxırıq. El olur da bəli. 150-yə çıxsa burada 20. 20-nin də arxasına 0 qoyuruq. 225-ə bölünür. 200 də 25-ə bölsək 200-ün içərisində 25 neçə dənədir? 8 dənədir. Yəni 0,168. 0,168 aldıq. Deyir ki, alınan 10-luq kəsirdə bizə deyir ki, 10-da birlər və 100-də birlər mərtəbəsindəki rəqəmlərin yeni dəyişir. Yəni 10-da birlər budur, 100-də birlər bu. Bunların yeni dəyişsək 0,86 olacaq. Dəyişdikdən sonra alınan kəsir hansıdır? Yəni %86 kimi yazırıq bunu. Sonra ixtisar edirik. Hər ikisini 2-yə bölsək, burada qalacaq 43, burada qalacaq 50. Yəni 50, 43. Cavabımız C variantı. 18-ə baxırıq. 18-ci sualda bizə deyir ki, 2A üstə gəl, 3B üstə gəl, 4C bərabərdir, 100 bərabərliyin ödəyən nasıl ədədlər üçün A üstə gəl, bura A yazır. A yazırıq. 3B çıxsın 2C ifadəsinin ən böyük qiymətini tapın. Burada ən böyük qiymət olması üçün A-nı və B-ni ən böyük etməliyik. Və burada 2A, 3B və 4C verib cəmi 100-dür. Burada da bizə A üstə gəl, 3B çıxsın 2C verib. Burada da ən böyük istəyir deyə, burada biz 3B-miz müsbətdir, yəni 3B-ni ən böyük etməmiz lazım. 3B-ni ən böyük olması üçün, yəni 3B-ni ən böyük etmək deyərkən, yəni biz B-ni ən böyük seçsək,
3 vurulsun B daha böyük olacaq və A-nın ən böyük qiymətini versək, bu A-la 3B-nin qiymətinin cəmi ən böyük edəcək. Sonra C-ni da biz ən kiçik versək, bu böyükdən bu 2C kiçiyi çıxanda daha böyük qiymət ala bilərik. Yəni ona görə biz çıxdığımız ədədi kiçik olması üçün C-nin ən kiçik qiymətini tapacağıq. B-nin ən böyüyünü, sonra da A-nın böyüyünü. Çünki B-nin əmsalı daha böyükdür, 3-dür. Yəni mən 3-ü B-yə vursam daha çox böyük ədəd ala bilərəm. Ona görə də biz C-yə 1 verə bilərik. Məsəl üçün 1 verirəm, ən kiçik. Natural ədədlər deyir. Ona görə də C-yə 1 verdim. O zaman 4 uzun 1 edir neçə? 4. 100-dən də 4'ü çıxsam, bu 4, yəni buranı çıxsam edir 96. İndi 96 dan nəyi çıxsaq 3 verim. O yerdə qaldı. Elə 4C 4 oldu. 100-dən də bu 4'ü çıxdım, oldu 96. Nəyin cəmidir? Yəni 96. 2A üstü 3B'nin cəmi oldu 96. İndi burada elə gələcək ki, A da ən kiçik olsun. Bizə burada A'ya deyirmi ki, fərqli rəqəmlərdir. Deyir bunları. Natural ədədlər üçün ən böyük qiymət tapır. Yəni burada A, B, C müxtəlif rəqəmlərdir. Sözü də yazılmayıb. Yəni eyni rəqəmdə yaza bilərik. İndi burada 2A üstü 3B 96 və biz burada B-nin ən böyük olmasını istəyirik. B-nin ən böyük olması üçün 2A plus 3B-də B-nin ən böyük seçməliyik. Yəni bunun üçün də biz A-ya ən kiçik verəcəyik ki, 3B-yə ən böyük ola bilsin. A-ya nə versək 90 burada A ədədinə nə versək 96-dan bu 2A-nın qiyməti çıxanda 3'ə bölünüb B-ni tapmalıyıq. Çünki B-nin özü naturaldır. İndi əgər ki C-ni 1 tapmışıq, C bərabər 1'dir. İndi ta ki A-ya 1 verdim. 2 uzun 1 edir 2. Üstə 3B bərabər 96. 96'dan bu 2 vur 1. 2'nin çıxsam 94. 94'ü 3'ə bölünmür tam ki. Tam bölünmür ki biz B-ni tam tapaq. Demək ki A1 ola bilməz. İndi A-ya 2 verirəm. 2 vur 2 4. 96'dan 4 çıxsaq edəcək 92. 92 də 3'ə bölünmür. Demək ki bu da doğru deyil. O zaman A-ya 3 verirəm. 2 vur 3 6. 96'dan 6 çıxan deyil 90. 90 da 3'ə bölünür. Və 90 da 3B'miz 90 olmuş olur. Biz 96'dan 2 vur 3 A'nı, yəni 2A'nı, yəni 2 vur 3'ü 6'nı çıxdıq. 90 qaldı. Yəni 3B'miz 90 oldu. Buradan da B bərabər 90 bölünsün 3 eşittir 30. Demək B-nin ən böyük qiyməti 30 oldu. B-nin ən böyük seçməyə çalışdıq. A-da da nə verdik? Burada 3 verdik. A-nın da 3 qiyməti uyğun gəldi. Getirib yerinə qoyduq. A oldu 3 burada. A-nın yeri var burada. Burada A-nın yerinə 3 qoyuram. 3. Üstə gəl. B-nin yerinə 30 qoyacağım. 3 vurulsun 30. B-nin yerinə 30 qoydum. Çıxılsın 2C. Yəni C-nin yerinə 1 qoydum. 2 vurulsun 1. İndi burada 3'ü 30'a vursam edəcək 90. 3'ye 90 çıxılsın. 2 vur 1'də 2 edir. 3'dən 90'ı toplasam 93. 93'dən 2'ni çıxsam edəcək 91. Yəni ən böyük qiymətimiz aldı 91. Yəni C bəndi. Keçirik 19-cu suala. Ədəd oxu bərabər hissələrə bölünmüşdür. Olarsa yerinə ədəd oxundakı hərflərdən hansılar yazıla bilər? Bərabər hissələrə bölünübdür. Ədəd oxu bərabər hissələrə bölünübdür. Yəni bura üçbucağın yerinə ədəd oxundakı hərflərdən hansılar yazıla bilər? Gördüyümüz kimi bax, üçbucağımız 0,92'dən böyükdür. Yəni üçbucağımız 1 tam ola bilər. İndi 1 tamımız bax burada L hərfini bax ki ola bilərmi? L hərfi baxın burada baxaq görək. Neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 hissəyə bölünübdür. 1 tamımız. Demək hər ara 0,1'dir. Hər ara 0,1'dir. Bunların hamısı 0,1'dirsə L da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9'umuzda da yəni 0,90 edir. L 0,9 yəni 0,90'dır. Yəni 0,92'dən nədir? Böyük deyil. L-nı yaza bilərəm. K-nı heç yaza bilmərik. Çünki K 0,2'də yerləşir. Bu da 0,92'dir. 0,2 0,120 deməkdir.
Bunu yaza bilmərəm. Demək, kanalı getdi, amma mı olar. Çünki mı 0 tamdan böyükdür. Yəni bu 1 tamdan sonra gəlir. M da uyğundur. N da uyğundur. P tam 3-ün üzərindədir. Yəni 3 tam, bu 3'ten 159'dan kiçik. Bundan böyükdür. R-ın ama hesaplamaq lazım. R burada yazırıq. 1, 2, 3, 4, 5. 6-cıda yerləşir. 6-cı. Həqiqətən 6-cı arada yerləşir. 1, 2, 3, 4, 5, 6. R burada. Bilmirəm, bu xəttdir yoxsa bu xəttdir. Tam bilmirəm. Bir dənə dəqiqləşdirim. Heç nə dəqiqləşdirdim. Buradakı xətt bu yoxdur. Yəni normalda yəni bu xətt var. Bu yoxdur. O yəni yox kimi deyildi. Yox kimi yoxdur həqiqətən də. Sadıq şarjı öz oradan xətt qoyub. Belə. Deməli R da gördüyümüz kimi 1, 2, 3, 4, 5, 6-cı yerləşir. Yəni 3 tam onda 6, yəni 3 tam 160'da yerləşir. Böyle 3 tam 160 yaza bilmərik. Çünki 3 tam 159'dan kiçik deyil. Demək ki, R da uyğun deyil. Burada kanalı da uyğun deyildi. M-P uyğun gəldi. Cavabımız D variantı. Yəni bu şagird düz yazıb. Hələ ki qədər bütün sualları. 20'ye baxır. Aşağıdakı vurma əməlində A, B, C, D müxtəlif rəqəmlərdir. A, B, B, C, D cəminin ən böyük qiymətini tapın. Burada deməli C'dir. A, B, C 3 rəqəmlidir. Burada elə görürəm. A, B, C belə yazıb. A, B, C. Vurulsun C. Burada C yazılır. Alınıbdır. Burada D, B, C. Belə alınıb. Buna yazıb. Şimdi biz C'ni C'ye vurub, alıb C. Sonra C'ni B'ye vurub, alıb nə? B. Yəni C burada 1 ola bilər, 1 də ola bilər. Məsəl üçün, mən 1'i B'ye vururam, 1. Sonra 1'i B'ye vururam, doğru B. Bir de A'ya vurmalıyım, A olmalı, D olur. Ben C 1 değil, hələ ki. Başka nəyə öz-özünə vursaq, özü alınar. Sen 5 yazsaq. Sen 5 yazısı olsaq bura. Bir uyğun yer. Çünki 5 vuranda necə? 25. Son 5 ilə qutarda. 25, 2 yaptı. Sonra bu 5'i B'ye vurubdu. Neçə edib? Üzərində bu ikinci almışam. Alınıb B. Yəni 2 alınıb. Daha üzərində 2 yazım. B dedimdə mən 5'i B cüt bir dənə ədəddir. B'ye vururam. Neçəsə 0 deyil axırı. Üzərində də 2'yə dan gəlirəm. E'ye B. Yəni 2 yazdım bura. Yəni burada B'nin özü 2 düşünə bilərik. B 2 yazıram. Hələlik. Tax ki B 2'dir. 5'i 2 vururam. Edir 10. Burada 2 yadda vardı. 10 ile 2'ni tapırsam 2. Uyğun gəldi. 1 yadda. Sonra bu 5'i A'ya vurubdu. A'nı bilmirəm nədir. Bizə nə deyir? Ən böyük qiymət istəyir. Biz A'nı da 9 seçə bilmərik burada. Çünki bu D verində bir rəqəmin ədəddir. Yəni A'ya mən 2 də verə bilmirəm. Çünki burada baxın BC 3 rəqəmli ədəd alınıb, DBC. Yəni mən 5'i A'ya vuranda burada mütləq bir rəqəmli ədəd olmalı ki, bu bir yaddan gəlib, bu D da bir rəqəmli olsun. Əgər 2 rəqəmli olsa, məsələn bura bir dənə də atıram X, 2 dənə rəqəm yazacaqdım da. Məsələn 10, 13 taxşı olur. Burada 13 yazsaydım olacaq 4 rəqəmli ədəd. Amma bir rəqəmli ədəd. Demək ki A 100% 1'dir. Yəni 2 də yaza bilərəm. Çünki mən 2 yazsam 5 2'ye vuranda 10 edir. Burada bir yad deyir 11. Mən 11 yazıram. Burada 4 rəqəmli ədəd əmələ gəlir.
Bizə deyir ki, hansı bir rəqəmlidir. Hə, o zaman A 100% 1-dir. 5-də 1-ə vururam 5. Bu da 1 yadda, 6. D da olacaq 6. Bizə deyir, ən böyük qiymətini tapın. İndi hal-hazırda biz belə tapdıq ki, deməli C5-dir. Heç qeydimiz aparaq. C5'dir. Sonra A'nı 1 tapdıq burada. Sonra B'ni 2 tapdıq. D'ni da 6 tapdıq. Bunları toplayanda 5'dən 1-in cəmi 600 yer 2, 800 yer 6 yer 14. Yəni belə 14. Baxaq ki, başqa normalda C'nin yerinə 6 da qoya bilərik. Çünki 6 devranda bizə ən böyük dediyi üçün mən çalışıram ki, daha böyük də yoxlayaq. Çünki C üçün 6 verəndə 6 vur 6 36 yer. Eyni vuruq. Sonra özü ilə tutan əldə alınır. 6 yazaq. 36, 6 vurdu 36, 3 yadda. Sonra 6'nı B'ye vurmuşuq. Neçə olur? 3 yaddan gəlmişik. Alınıb B'nin özü yenə. Bunun necə ola bilər? İndi baxaq. Ki biz belə B'yə ilə bir rəqəm verək ki 6'nı ona vuranda alınan ədədin üzərinə 3 yaddan gələk eynisi olsun. Yəni burada B'nin yerine bir qoyaqdacaq 0 qoydum. 0 qoyacağım 6'ını 0'a vursam 0 üstü gəlir 3. Burada B 3 olur. Yəni alınmır. Sonra 6'nı 1'e vursam 6 üstü gəlir bu 1 yadda 3 9 eğer. Yəni burada da eynisi olması lazım. 2 versem 12 3 yadda 15. Yəni 2 verdim burada 5 oldu. 3 versem 18 gəlir 3 21 1 yazmam eyni olur. 4 yazsam 6 burada 24. 3 27 7 yazıram 74 uygun olmadı. 5 yazıram 30 üstü gəlir 3 33 yeni uygun olmalı. 6 yazıram 36 üzerine düşüyorum 39 yine uygun olmadı. 7 yazsam 42 üstü gəlir 3 5 7 uygun olmadı. 8 yazsam 48 gəlir 3 51 1 ilə 8 uygun olmadı. 9 yazıram 54 üstü gəlir 3 57 yine uygun olmadı. Renk 6 ilə uygun olmur. Demək ki 5'dən götürdüyümüz uygun gəldi. Elə bulardı. Cəmilədə 14 cavabımız A variantı. Başka var mı ki yani eynidir buranın? 1 idi, 5 idi, bir de 6 da öz-özünə vurur, 36 başka ədədi öz-özünə vuranda sonu elə özü ilə qutaran başqa ədəd yoxdur. O da 1 ilə 6 uyğun gəlmədi, 5 uyğun gəldi, cavabımız 14. Keçirik növbəti sual. 21-ci suala ABC 3 rəqəm natural ədəddir. ABC bölünsün 36 üstə gəl ABC bölünsün 63 cəminin bir natural ədəd olması üçün ən böyük ABC ədədinin rəqəmləri cəmini tapın. Yəni burada ABC eyni dərddə həm 36 həm də 63-ə bölünür. Ən böyük ABC ədədi. Yəni 36 və 63-ə bölünən 3 rəqəmli ən böyük ədəd axtarırıq. Əvvəlcə buradan əkobunu tapaq. 36-nın 63-ün. 36'nı sadıqlığa yazaq 2 bölsəm 18, 2 bölsəm 9, 3'e bölsəm 3, 3'e bölsəm 1. 63'ü 3'e bölsəm 21, 3'e bölsəm 7, 7 bölsəm 1. Əkоб tapmaq üçün əvvəlcə ortaq vuruqları seçirik. Oldu 3 vursun 3. Yerdə qalanlarda ortaq olmayandı. Yəni 2 vur 2 vursun 7. 3'e vursam 9 vursun 2. 18 vursun 2 36 36'nı 7'ye vururuq. Eğer 252 252 demək əkobumuz 252'dir. 36 və 63'e bölünür. Biz niyə bölməyə çalışırıq? Bizə deyir natural ədəd cəmi. Yəni böləndə cəmi bunlar hər ikisi natural olmalı ki, toplayanda cəmi natural olsun. Əgər ki 252'ni buna bölünəm, buna bölünəm.
Müxtəlif rəqəmi demir də burada. Çünki 252 eyni rəqəmdir, ona görə dedim. Şimdi 252'ni seçmeyecek burada. 252'nin misillerini tapacaq. Çünki ən böyüyünü istəyir. Məsələn, kim istəyir? 252'yi. Deyəcək neçə? 36 və 63 bölməsi də yəni. Əki bunu tapandan sonra bunun misillerini tapar. 3 mislini tapaq. 252'ni çırpacaq. 6, 15, 1 yadda 756. Bundan sonrası yoxdur. Üstü bir dənə gəlsən 252. 1008, yəni 4 rəqəmli o. Ən böyük 756. Bu rəqəmləri cəmi istəyir. Deyir 18. Cavab C rəqəmidir. Şimdi keçirik 22-ci suala. 22-ci sual deyir ki, hər birinin kütləsi 52 kiloqram olan 2 10 çuvalından birincisi 5 eyni paketə, ikincisi isə 4 eyni paketə aşağıdakı kimi bölüşdürülür. Şimdi 52 kiloqramdır hər ikisi, bu da. Şimdi bunu 5 yerə bölüb. 52'ni 5'e böləcəyik. 2'ni 5'e böləndə edir 10,4. Yəni hər biri bunların 10,4 bu qırmızıların. Sonra 52'ni 4'e böləcəyik. 52'ni 4'e bölürük. 13 edir. Yəni bu göylərin də hər biri 13 qramdır və ya kiloqramdır və ya 13 kiloqram. Bunları qeyd yaparıq. Qırmızı yağlanın 10,4 və 13. İndi tərazi verib bizə. Hazırlanan bu paketdə aşağıdakı kimi tərazilər hazırlanır. Buna görə K və L cisimlərinin kütlərini cəmi tapın. İndi burada bir dənə qırmızı verib, bir dənə də mavi verib. Mavinin kütləsi 13'dür. Burada 13 yazırıq. Qırmızının kütləsini 10,4 tapmışıq burada. 10,4 yəni burada da yazılıb. 10,4. Cəmi edir 10,4 ilə 13'ün cəmi edir 23,4. Yəni bu ikisi birlikdə bura 23,4'dür. Şimdi burada da 2 kiloqramdır. Biz də tarazlıqda olduğu üçün 23,4'dən bu 2'ni çıxsaq K olacaq 21,4. K bərabərdir. Buradan yazıram. 21,4. Bunu yazdık. Keçirik indi bura. Burada isə bir dənə pəmbə verir. Pəmbəni də 10,4'dür. Yəni bura 10,4. Sonra bura 2 yazıb. Bura 1 yazıb. 2, 1, 3, üstəlik 10,4, 13,4. Yəni bura 13,4 bütöv. Şimdi burada da L verib, yəni bunu verir. Mavi də neçə idi? 13 kiloqram idi. Deməli bu 13'dür. L'in də 0,4 olduğunu tapırıq. Çünki burada 13,4 isə tarazlıq olması üçün 13,4'dən bu 13'ü çıxıram. Eləcək bura L hərfi 0,4. L'ını tapdıq 0,4. Qeyd yaparam buradan. L bərabər 0,4. Bizə deyir ki, K və L cisimlərin kütlərini cəmini tapın. 0,4 ilə də 21,4 toplasaq eləcək 21,8. Yəni 21,8 də 10'luq kəsə çevirsək belə 10,8 ixtisar edirik. Olacaq 21,5'də 4. Cavab B bəndi. 23'e baxırıq. Aşağıda lalənin əkdiyi çiçəyin birinci və ikinci ayların sonundakı boylarının hündürlükləri ilə əlaqəli məlumatlar verilmişdir. X ədədi sadələr deyil və 28 ədədi ilə qarşılıqlı sadədir. Birinci və ikinci ayların sonundakı boylarının hündürlükləri ilə əlaqəli məlumatlar verilmişdir. Birinci ay 28'dir, ikinci ay X-dir. Buna görə çiçək bir ayda ən az 2 cm boy atmışdır. İndi bizə deyir ki, sondakı boyların hündürlükləri ilə əlaqəli məlumatlar verilmişdir. X ədədi sadə deyil, X sadə deyil və 28 ədədi ilə qarşılıqlı sadədir. Ən az 2 cm böyük. İndi 28'dən böyük ədədi axtarırıq. Yəni X 28'dən böyük bir ədəddir. Və 28 ilə qarşılıqlı sadədir. Sadədətdir, yox, sadədət deyil, amma 28 ilə qarşılıqlı sadədətdir. Yəni X-imiz mürəkkəb ədəddir. İndi bura 29 yaza bilərik. Yəni sadədət yaza bilmərik. İndi 30 yazıram.
30 yazsaq, 30-dan 28 qarşılıq sadə deyil. Çünki qarşılıq sadə demək, hər iki ədədin ortaq böləni yalnız 1 olsun deməkdir. 31 yazsam, 31 sadədir. Çünki deyir, sadə ədəd olmasın. Sadə deyil deyil x'imiz. Burada x'in əvəzinə yazıram. Belə. İndi 31 də getdi. 32 yazsam, yenə 32 ilə 28 hər 2-yə bölünür. Yəni qarşılıq sadə deyil. 33 yazsaq, 33 burada ən az dediyi üçün biz kiçikdən böyüyə doğru yazırıq. Yəni 28-dən böyük olan ən kiçik ədədləri yazmağa çalışırıq. 33-ə qədər getdik. 33 ilə 28 bir-biri ilə qarşılıqlı sadədir. Yəni ortaq bölənləri yalnız 1-dir. Burada da bizə deyir, ən az santimetr boyu artmışdır. Yəni 33 olubdursa, 33-dən çıxacaq 28 edəcək 5. Yəni cavab C bənd olur. 24-ə baxır, şəkildə 6 kürənin 5-nin üzərinə müəyyən ədədlər yazılmışdır. Belə kürələr 2-2 olmaqla 3 qrupa ayrılır və 2-2 olmaqla 3 qrupa ayrılır və hər biri qrupdakı 2 kürənin üzərində yazılan ədədlər bir-biri ilə qarşılıqlı ədədlər olur. Daha sonra hər qrupdakı kürələrdən biri A qutusuna, burada A qutusu var və B qutusu var. Digər isə B qutusuna atılır və nəticədə A qutusundakı və B qutusundakı kürələrin üzərində yazılan ədədlərin cəmləri bir-birinə bərabər olur. Deməli, biz əvvəlcə 2-2 qruplaşdıracaq və qruplaşdırdığımız ədədlər nə olacaq? Bir-birindən qarşı sadə olmalıdır. Bizdə mavini istəyir, bura mavi yazılıb. Mavinin üzərindəki ədədi istəyir. Tutaq ki, bizdə qruplaşdıraq. Məsələn, 33 ilə 35 qruplaşdıra bilərik. Bunlar qarşılıq sadədir. Sonra 15 ilə 55-i qruplaşdıra bilərik. Yox, 15 ilə 55 yox. 55 ilə 21-i qruplaşdırıram. Bura 55 və 21 yazaq. Sonra 33 yerdə qaldı. 35-imiz və 33-ün 35 qarşılıq sadə deyil. 55 ilə 21 qarşılıq sadə deyil. Yerdə qaldı 15. 15 ilə də mavini yazaq. Qarşılıq sadə kimi qruplaşacaq. Bundan sonra deyir ki, daha sonra hər qrupdakı kürələrdən biri A qutusuna, digəri isə B qutusunadır. İndi ataq bunları əvvəlcə bunların hamısını toplayıb 2-yə böləcək. Çünki hər iki qutudakı ədədlərin cəmi bir-birinə bərabərdir. Bax görə, ümumi cəmimiz neçə ola bilər toplayıb 2-yə bölsək. İndi burada variantlarda baxası olsaq 51-i götürə bilmərik. Niyə? Çünki 51 3-ə bölünür 15-dir. Hər ki 51 getdi. Bundan sonra tutaq ki 37 versək, yoxlayaq. Birinci blok qruplaşacaq. Tutaq ki 33-dür, 55-dir. Yəni burada kimi. Gözlüyüm buraları. Bunlar yazsın rəhliyə. Bunlar da birinci qutuya tutaq ki 55-i, yəni 33 salaq. Yəni burada yazdıqlarımı. 55, yəni 33. Bura belə deyək də, M verək, mavi. Bura 15 verək. Burada mavi. 15, 33, 55. Buraya yerləşdiririk. Otuz üç, 55 və 15. Cəmimiz edəcək 103. Burada yerdə nə qaldı? 35 ilə 21 qaldı. 35 ilə 21 buraya yazırıq. Bir də mavi qalıb. Bunların cəmini tapsaq 35 ilə 21-in cəmi edir 56. Üstə gəl M hərfi. Bizə dedi ki, hər iki qutudakı cəm eyni olmalıdır. Yəni 103 bərabərdir bu A qutundakı 103. Bərabər olmalıdır. B qutusundakı bu 56 üstə gəl M. 56 üstə gəl M. Buradan da M bərabərdir. 103 çıxılsın 56 yazırıq. 100-dən 56-dan çıxsaq edəcək 47. Yəni C bəndi 47 uyğun gəlir. Keçək 25-ci sonuncu suala. Qatarla səyahət üçün biletlər təmirlərə 40% endirimlə satılır. 15 və ya daha çox bilet alındıqda isə ümumi məbləğə əlavə olaraq 15% endirim olunur.
Qrup rəhbəri səyahət üçün 45 tələbə bileti və 30 adi bilet alır və 969 manat ödəyir. Buna görə heç bir endirim edilmədən satılan bir biletin qiyməti neçə manatdır? Növbəli bir də oxuyuruq. Səyahət üçün biletdə tələbələrə 45 endirimlə satılır. 40% endirimdir tələbələrə. 15 və ya daha çox bilet alındıqda isə ümumi məbləğə əlavə olaraq 15% endirim olunur. Ümumi məbləğə 15% endirim edirik. Qrup rəhbəri səyahət üçün 45 tələbə bileti, yəni 40% endirimli bilet alır. Yəni 40% endirim, tutaq ki, bilet x manatsa, 40% endirsə 60% qalır. X-in 60%-ni tapsaq, deyəcək, x-i 60-a vurub 100-ə bölsə, deyəcək 0.6x. Yəni bizə 45 dənə 0.6x manatlıq bilet aldıq. 45 dənə. 45-i vururam 0.6x-ə. Ki, görək nə qədər pul vermişəm bu qədər 45 dənə biletə. 0.6x manat olduğu üçün 0.6x-ə vurduq. Bundan sonra deyək ki, 30 dənə də adi bilet alır. Adi bilet yəni x manatlıq bilet alır. 30-da vururam x-ə. Burada 30 olsun x qədər pul verirəm. Ümumi toplayıram bunları. 45 əvvəlcə 0.6-ya vuracam. Gör neçə edir. 45 0.6-ya vursaq 27x edir. Üstə gəl 30x. Bərabər edir 57x. 57x. Sonra bizə bir də məlumat vermişdi ki 15 və ya daha çox bilet alındıqda isə ümumi məbləğ 15% endirim olunur. Yəni hazırda biz 57 biz daha çox bilet almışıq. Ona görə də həmin biletlərə 15 dənədən nə edəcək? 15% endirim olacaq bu 30 biletə. İndi burada 57x idi. Biz 57x'i dedik ki, əlavə 15% endirim var da. 15% endirimi isə 85% deməkdir. Ümumi 100% isə 57x. 15% endirim deyil 85%. Yəni 57x'in 85%'i 85'e vurub 100'ə bölsək edir 969 manat. Bərabər 969. Buradan da ixtisar edək. Deməli, əvvəlcə vuraq. Burada 57x vurulsun 85. Buradan da yazaq da 85 vurulsun 57x bərabərdir 100 vurulsun 969 deyəcək 96.900. Bəli. İndi burada ixtisar edək ki, ixtisar gedirmi? Burada 969 57 bölünür. Burada 17 qalır. Yəni 0 olacaq 1700 burada 1. Yəni 85 2 bərabər 1700. X də bərabərdir 1700 bölünsün 85. X bərabərdir 20. Deməli bir biletin qiyməti 2 idi. O da 20 oldu. Cavabımız yəni A variantı 20 oldu. İzahımız bu qədər. Abunə olmağı, bəyənməyi unutmayın. Şərhlər bölməsindəki linklərə də daxil olaraq CV gimnaziya qəbul edə biləcək, Respublika müsabiqəsinə düşə biləcək və monitoring, iqtisadiyyə, Respublika müsabiqəsinə bunların hamısına düşə biləcək sualları işləyin və uğur qazanın. Bundan başqa hazırlıqlarımız da var. Hazırlıqlar üçün yəni həm Lütfüzadə, həm Respublika müsabiqəsi üçün hazırlaşmaq istəyənlər buradakı bu nömrə ilə əlaqə saxlasın. 05 774 42 36 nömrəsi ilə əlaqə saxlayan yeni qruplarımız açıb özünə güvənən şagirdlər əlaqə saxlasın. Onlar üçün endirib edəcəm. Əgər belə deyim, yazı bazıları yüksək olan şagirdlərə endirim edirəm. Özünə güvənən əlaqə saxlasın, endirimli olimpiyadalara hazırlayaraq uğur qazanaq.
Buna əlavə sınaqlar qrupumuz da var. İstəyənlər sınaqlar qrupumuzda da qatıla bilər. Ödənişli deyən cüzi miqdarda bir dəfə ödəniş edirsiniz. İlin sonuna kimi, ilin deməyim, yəni tədris may, iyunun sonuna kimi istifadə edirsiniz. Burada gördüyümüz hər bir sahə üzrə, istiqamət üzrə suallar paylaşılır. RFM, Lütfüzadə Olimpiyadası, lise və gimnaziya, monitoring, 4, 5, 6, 7-ci siniflər üçün yəni. Ayda 15 sınaq olur. Bütün sınaqların izahları, həftə bir dəfə canlı dərs və bütün testlərin izahları, xüsusi mövzuların izahları, sualları da özüm xüsusilə hazırlayıram qəbul tipli və olimpiyada tipli olaraq. Yeni nəsil suallardır, yəni hamısı. Zəki gəlişdirici. Sağ olun, təşəkkür edirəm.